Herkese yeniden salamlar. YouTube kanalımızda hoş gördük sizleri. Bugün ben uzun zamanda hazırlaştığım yabancı dil sınavına gireceğim. Ankara'da olacak imtihanım. Aslında çok heyecanlıyım ama heyecanımı boğmaya çalışıram. İnşallah yaxşı olar hər şey. Keçərəm imtihandan. Təkcə Ankara'da olmayacaq əslində. Türkiyə üzrə 4 şəhərdə keçirilir. İstanbul, İzmir, Ankara və Adana'da olacaq. Mənə yaxın olduğuna görə mən Ankaranı seçdim. Deməli, hızlı trenlə, sürət qatarı ilə gələcəm Ankara'ya. Hal-hazırda saat 9'un yarısıdır. 15'denmiş qatar yola düşür. Mən də birazdan çıxacağım evdən. İmtihanım isə 2'də başlayacaq. İndi yolda da biraz görüntülər çəkərəm. Görək necə olacaq. Qatar hələ ki gəlməyib. Qatarın gəlməyini gözləyirəm. İstanbuldan gəlir qatar. Buradan keçir Ankara'ya. Hələ ki gəlməyib, gəlməyini gözləyirəm. Geldim, Ankara'ya çatdım. Taksi ilə gəldim imtahan mərkəzinə. İmtahan mərkəzi. İndi gedirəm körpü tərəfə. Körpü ilə gedəcəm o tərəfə. Heyecanlandım. Oha. Ne kadar adam var. Ay Allah. Ay Allah hayırlısı olsun. Seferini yapacak olan yüksek hızlı trene hoş geldiniz. Türkiye Cumhuriyeti Devlet Demiryolları Taşımacılık Anonim Şirketi'ni tercih ettiğiniz için teşekkür eder, iyi yolculuklar dileriz. Mən biznes klasla qayıtdım. Biznes klas göstərim. Girəndə çəkəmədim. 4 nəfərlik odaqlayım. 4 nəfərlik oturacaqlar var. Belə ayrıca bir kupe kimidir. Burada bizə yemək də verdilər. Şirniyyat idi, sok idi, salfet, su. Oturacaqlar var. Burada yanlara vermək olur. Belə oturacaqlar. Bu bilmirəm nə idi. Hal-hazırda Eskişehirə çatırıq. Belə kupedir. Ayrıca elə bir 4 nəfərlik yeri var. Belə bizə şirniyyat verdilər, sok verdilər, su belə paketlənmiş şəkildə. Maraqlıydı. Biznes klasda ilk dəfə gedirəm. Artıq evdəyəm, bir çox yerlərini çəkə bilmədim. Çünki başım elə qarışdı ki, çəkməyə macal tapa bilmədim.
Deməli, imtahana getdim, çox insan var idi. Nə qədər imtahan verən adam var idi. Hər millətdən adamlar var idi. Yəni, olması da, yəni, gözləyirdim. Yəni, amma bu qədər də gözləmirdim. Əslində, bu imtahana Ankaradan çox insan gedir. 4000 yer ayırıblar. 4000-dən də hətta çox. Yəni, İstanbulda, İzmirdə falan 200-100 arası kontenjan ayırıblar, amma ən çox Ankarada ayırıblar. Ona görə bu qədər çox insan var idi imtahana girən. İmtahana gedəndən sonra orada bizim əşyalarımızı saxlamaq üçün əmanətlər var, orada qoyuruq. Mən də santamı qoydum, sonra imtahana getdim. Ondan sonra imtahandan çıxandan sonra deməli imtahan saat 5-də qutarırdı. 5-də qutardı, 6-10 dəqiqə qalmışdı. Mənim tren qarına getməliydim, nədir o, trenə getməliydim, yəni trenim çıxırdı, qatarım çıxırdı daha doğrusu. Mən əslində avtobusla, marşrutla getməyi planlayırdım qaydanda, çünki SMO-a sınav mərkəzində yerləşir mənim imtahan verdiyim yer. SMO da hava limanı yaxınlığındadır. Ona görə çox uzaq olduğuna görə taksilər çox baha aparır. Amma bu qədər də gözləmirdim. Ona görə qaydanda marşrutla qayıtmağı planlayırdım. Amma dəhşət çox trafik olduğuna görə marşrutla getmədim. Taksi ilə qayıtmalı oldum. Taksi də dəhşət çox yazdı. Ona görə taksini də tapmaq mümkün deyil. O qədər trafik var idi ki, taksiyə də minməyə eləyə bilmədim. Sonra bir dənə taksi saxladı. Mindim taksi, dedim tez, saat 6-10 dəqiqə işləyirdi onda. Dedim, məni yarım saata mənim qatarım çıxacaq, məni təcili ora çatdırır. Sağ olsun sürücü də dəhşət sürətlə apardı məni. Nəhayət çata bilmirdim. Dedi, sənə heç əvvəl çatdıra bilməyəcəm. Yolda trafik var. Polislər də yolda saxlayırlar kontrol üçün. Dedim, nə olar, mümkün qədər məni tez çatdırın, çünki qatar gedəcək, başqa yer də yoxdur. Alardım, yəni başqa yer, başqa saata alardım, amma yer yox idi. Dünəndən çox baxmışam, yox idi yerlər. Bir dənə yer tapmışdım. Onda biznes klass var idi bir dənə, onu seçdim. Ona görə o da əlindən gələndən sürətlə apardı məni. Sağ olsun ki, çatdırdı məni. Çatdım, saat neçə idi? 15 dəqiqə qalmışdı, ya da 20 dəqiqə qalmışdı. Qaça-qaça getmişəm tren stansiyasına. Orada tapa bilmirəm. Əlim ayağıma dolaşıb tapa bilmirəm. Peronlar hardadır? Bizim orada yoxlanışa keçirik. Oradakı yeri tapa bilmirəm. Eskişehirə hansı gedir? Bundan soruşuram, deyir o tərəfdədir. Ondan soruşuram, deyir yox, o tərəfdədir. Nəysə, axırda getdim, tapdım Eskişehirin peronun. Gördüm, heç kim yoxdur. Nəzarətçilər, görevlilərdən birinə dedim ki, Eskişehirə gedən, tez-tez gəl. Liftdə də 3-4 nəfər vardı, onlar da gecikmişdi. Ucu saat 2 dəqiqə qalmışdı qatarın çıxmağına. Tez gəl. 3-4 nəfərlə liftə mindirdilər. Elə onun içində bizim kimliklərimizi falan da yoxladılar. Onlara trendəkilərə xəbər elədilər ki, gözləyin, 3-4 nəfər var, gecikiblər. Nəysə, şükür Allaha ki, çatdım trenə. Mən trenə çatanda vagonumu axtarıram, qız deyir, görevli qız deyir, tezlə çıxır. Mən o hızla getməklə yıxıldım yerə. Yerdə elə bir sürüşkən idi. Qaçırdım, özümü atırdım ki, tez çıxım vagona. Ayaqla yıxıldım yerə, yaxşı çox əzilmədim. Tez tələs getdim, vagonumu tapdım, nəhayət mindim qatara. Şükür Allah ki, qalmadım. Yoxsa qalıb gözləyəcəydim. O birisində də bilmirəm, yer yox idi. Bilmirəm, bəlkə gecəyə qalardım. Yaxşıdır ki, tez çata bildim. Bu da belə. Bugünkü günüm də belə. Bugünkü videom bu qədər idi. Qısa bir vlog hazırlamaq istədim. İmtahan təlaşımı. Yəni, ən sonda da belə bir YDS ilə bağlı məlumat verim. YDS Türkiyə Cümhuriyyətinin yabancı dil sınavı. Yəni, bir çox universitetlər qəbul zamanı YDS nəticəsi istəyirlər. Yəni, bəzi universitetlər IELTS falan da istəyir. Amma bəzi universitetlər bunu qəbul eləmir. YDS nəticəsinin, ÖSYM-də ölçmə, seçmə, dəyərləndirmə mərkəzi var. Yəni, Azərbaycandakı DİM kimi bir qurumdur. Bu, bir çox imtahanlar keçirdir. Yəni, qəbul imtahanının, universitetə qəbulu, nə bilim, işə qəbulla bağlı imtahanları,
dövlət müəssisələrinə qəbulla bağlı bir çox imtahanlar keçirilir. Onlardan biri də YDS imtahanıdır. YDS də iki formada keçirilir. EYDS, bir də YDS. YDS kağız üstündə olur, amma EYDS isə mən EYDS-yə girdim. O EYDS isə kompüter üzərindən olur. Burada da deməli necə olur? Hər kəs üçün ayrı-ayrı, yəni EYDS-də, YDS-də bilmirəm necədir. EYDS-də hər kəs üçün ayrıca bir otaq deməyim də, belə qapalı bir yer idi. Orada otururduq, tək otururduq. Şəkillərindən tapsam qoyaram. Orada kompüter üzərindən imtahan verdi. İmtahan 180 dəqiqədir, yəni 3 saat eləyir. 80 dənə sualdır. Yəni suallar elə bir burada dinləmə olmadığına görə ən çox diqqəti oxumağa, readinglə bağlı testlərə yönəldilib. Lüğətlə bağlı, qrammatika ilə bağlı suallar var. Mətnlərdən düşür. Sonra yəni bir çox belə şeylər də düşür. Bu şəkildə olur. Amma yəni demək olar ki, çox rahat imtahan da deyil. Yəni biraz çətin imtahandır. Mənim də imtahanım yəni o qədər də rahat keçmədi. Biraz çətin idi. Belə, amma nəysə ki, atlatdıq bunu da. Yenə nə suallarınız olsa komment kimi yaza bilərsiniz. Bugünlük bu qədər. Növbəti videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.